Ya Allah dostlar, görək bu Cuhud Kamran nə deyir? Buradan mənim sualım Akord İlqaradır, Mehmanadır, Qabilədir və başqalara. Siz orada Avropada yaşaya-yaşaya həmişə Azərbaycanı müzakirə edirsiniz. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Biri deyir ki, Qodnisanovun qızı deyil, hörmətli xanım. O onu tanıyırdı. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nəysə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. Allah Kamran razıma var. Birincisi, Alyona xanımın Odessa Cuhududur, Azərbaycanlı deyil. İkincisi, xaricdə oturub danışmaq qorxaqlı deyil. Bunu tarixdə çox insanlar edir. Qaldı Alyona xanımına, bu artıq sadə bir vətəndaş deyil. Bu siyasi bir fiqurdur. 10 milyon Azərbaycan xalqının siyasətinə və gələcəyinə təsir qoyan bir şəxsdir. Rəsmi görüşlərdə iştirak edir, onu siyasi şəxsiyyət kimi reklam edirlər. Nə bilim, Alyona xanım bunu elədi, Alyona xanım bunu dedi. Bir də ki, Mehman sənin prezidentin kimi evlərə gizli kamera qoyub Heydərlə Alyonanı çəkməyin. Əgər kişilikdən danışırsansa, Mehman Hüseynovdan səhv tutursansa, get prezidentvə denəndə, denən, ay cənab plastik burun, cənab prezident. Bir müxalifətçinin anası haqqında onun evinə kamera yerləşdirib şəxsi həyatını çəkib danışmaq kişiliyə yaraşmaz. Niyə demirsən? Çünki sən də öz prezidentin kimi bu xalqa nifrət edən cuhudsan.